Azərbaycan! Aşık Group from Azərbaycan! Dördüncü Beynəlxalq Baxışı Festivalı. Məhz bu festivaldan olan görüntüləri, fəxrlərlə dolu bir görüntüləri izlədik əziz tamaşaçılar. Və Azərbaycan komandası orada deməli mükafatına layiq görülüb. Qeyd eləyək ki, həmin Özbəkistanın Xivə şəhərində keçirilən 4-cü Beynəlxalq Baxışı Festivalında bir çox dövlətlərdən, yəni iştirakçılar var idi. 40-dan çox ölkədən iştirak eləyirdi. Rəqabət də yəqin ki, çox olub. Necə oldu Azərbaycan komandası Grand Prix mükafatına layiq görüldü? Məncə elə iştirakçıların və münsiflər heyətinin özündən soruşsaq tam yerinə düşər könül. Canlı şəkildə, isti-isti qonaqlarımızla mövzunu davam etdirəcəyik, əziz tamaşaçılar. Amma əvvəlcə qeyd edək ki, studiyamızın dəyərli qonaqları kimlərdir? Qonaqlarımız əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aşıq Samirə Əliyeva. Xoş gördük. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Aşıq Sənəti Kafedrasının müəllimi Qəlbinur İbrahimli. Xoş gördük sizi. Sabahınız xeyir. Yaxınlaşaq sizə. Həm də Grand Prix mükafatçısı Qəlbinur. Xüsusilə. Artıq təqdim etmədə bunu da nəzərə alacağıq. Təbrik edirik sizi. Çox sağ olun. Əvvəla mən təşəkkür edirəm ki, salamlayıram bütün tamaşaçılarımızı, gününüz uğurlu olsun və əlbəttə ki, təşəkkür edirəm ki, bizim bu uğurumuzu, bizi sevincimizi paylaşmağa şərait yaradırsınız tamaşaçılarımızla. Çünki bilənlər olur, bilməyənlər olur. Çünki bu böyük tarixi bir hadisədir. Aşıq sənətinin tarixinə 2025-ci il 28 aprel günündə böyük bir qələbə yazıldı. Grand Prix mükafatı Azərbaycana gəldi, aşıq sənətinin adına. Və bu bizim sənətimizin bayramıdır. Nə xoş, həmişə, məsələn, muğamdan gəlirdi Grand Prixlər, digər idmanımızdan gəlirdi, digər musiqimizin digər janrlarından olub, amma aşıq sənətində heç vaxt olmayıb. Və həmişə, nə yalan deyim, həsəd aparırdım. Və çox sevindim ki, nəhayət ki, aşıq sənətinin Grand Prix'si də gəldi Azərbaycana. Siz canlı-canlı o hissləri yaşadınız. Canlı-canlı, inanın ki, əvvəla mənim üçün böyük şərəf oldu ki, ilk dəfədir ki, aşıq sənətinin nümayəndəsi, yəni yaradıcı nümayəndəsi, alimlərimiz iştirak edib münsif qismində. Amma ilk dəfədir ki, səhnədə fəaliyyət göstərən bir nümayəndə özü də orada jüri kimi, münsif kimi iştirak edir. Onların dəvəti ilə idi, onu bizdən təyin olunmur. Bu mənim üçün böyük şərəf oldu. Əksinə, mən çıxışçı qismindəsiniz, dedilər, yox, sizin artıq titullarınız ona imkan vermir, siz münsif kimi ola bilərsiniz. Üzərinə bir də qalibiyyət. Bir də qalibiyyət. Bir də, bəli, Azərbaycanda nümayəndə əlbəttə ki, mən mütləq ki, mən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti həm müəllimi, həm kafedra müdürü, Aşıq Sənəti Kafedrası müdürü olaraq əlbəttə ki, öz tələbələrimizdən, müəllim yoldaşlarımızdan istəyərdim ki, orada çıxış eləsinlər və təşəkkür edirəm bizim Mədəniyyət Nazirliyinə, cənab nazirimizə, Adil Kərimova ki, etimad göstərdi, Qəlbinur İbrahimlinin orada çıxışına izin verdi, şərait yaratdılar, yol açdılar. Çünki ora qrup istəmişdilər, qrup şəklində də düşündük ki, Şirvan aşıq mühitini biz orada təqdim eləyək, o da qrup şəklində olur, çünki müşahiətçi musiqiçilər olur və güclü hazırlıqlarla getdik. Necə baş verdi, qalanını da Qəlbinur biraz da səhnə arxasından səyahət edək. Necə oldu? Hazırlıq mərhələsi. Təşəkkür edirəm. Mən də sizi salamlayıram, tamaşaçılarımızı salamlayıram. Valla təəssüratlarımız o qədər çoxdur ki, yaxşıdır ki. Hansı havalar idi ifa elədiyiniz, o qalibiyyəti bizə bəxş eləyən? Orada bir neçə havanın, belə deyim də, kompozisiya şəklində iştirak elədik. 10 dəqiqə ərzində biz öz repertuarımızı təqdim eləməli idik. Bir çıxış. Bəli, hər ölkə. 10 dəqiqə içində istəyirsən dastanlar, istəyirsən oxu, istəyirsən oyna, nə inirsən elə. 10 dəqiqə vaxtım. 10 dəqiqə vaxtım var. Təbii ki, burada əsas məsələ aşıq sənətinin biz orada sinkretikliyi təqdim eləməli idik. Yəni, səsdən düzgün istifadə və yaxud aşığın teatrallığı və yaxud ifa qaydalarının və
yekunda rəqs olaraq, yəni bu da yaxşı qarşılandı. Əslində bir məqamı vurğulayım. Bəlkə də tamaşaçılardan çoxu saz ifaçılığı tam başqadır, aşıq sənəti tam başqadır. Bəli, bəli. Çünki aşıq sənəti özündə deyərdim bir neçə sənəti birləşdirir. Öyle onu deyir ki, sinkretikliyi, aparıcı kimi, biz də meydangirliyi. elə hazırlaşdıq ki, onun aşıq sənətinin bütün sinkretikliyini əks etdirən bütün xüsusiyyətlərini biz orada 10 dəqiqə içində göstərək. Orada həm Ustadnamə dedi, Aşıq Əlbinur, həm digər müxtəlif ölçülərdə olan aşıq havalarını təqdim elədi. Sallama gəraylı, digər şəşəngi, sonra telli şirvan aşıq havası. Klassiklərimizin yaradıcılıqlarından, Qurbanidən, Abbas Tufardan, Aşıq Pənahın repertuarından, ayaq şəşəngi havası. Bunları ifadə edib. Mən mütləq qeyd edeyim ki, Samira xanıma yenə də mən təşəkkür edirəm ki, bütün reglamentləri bizə aydın şəkildə izah eləmişdik. Çünki biz o festivala, mən orada bir daha da şahid oldum ki, biz artıq bu festivala hazır səviyyədə gəlmişik. Çünki orada balaca vaxtdan belə keçmək dövlətlər arasında gördüm, 10 dəqiqəni aşmaq belə bəzi problemlərə gətirib çıxarda bilirdi. Çox ciddi yanlışılırdı. İnan oradan Yaponiyadan, Koreyadan, Belarusiyadan, bəli, Rusiya, Oman, İrandan, nə bilim, çox ölkələrdən var idi və hər ölkənin də özünün ən qədim aləti, saz aləti, saza bənzər dütar, nə bilim, qopuz, bəli, simli alətlər. Baxışı da Özbəkistanda aşığa deyirlər. Baxışçılıq festivalı, yəni aşıq sənəti festivalı. Qısqananlar oldu mu Samira xanım? Valla bilmirəm, nə sevinən görürəm, nə qısqanan görürəm. Bəlkə də hiss eləmək olardı. Eybi yox, amma bilirsiniz, aşıq sənətinin, sırf aşıq sənətinə aid olan festival yalnız bu festivaldır da. Bu da 4-cü dəfədə keçirilir, 2 ildən bir keçirilir. Və bu böyük şansdır ki, onların birinə düşüb bu qədər ölkənin qədim simli alətlərinin ifaçılarının sırasında, yəni qalibiyyət, ümumiyyətcə elə üçüncülüyü də qazanmaq, nə bilim, həvəsləndirici mükafat qazanmaq da orada böyük uğurdur. Çünki çox gözəl səslər var, çox gözəl ifaçılar var. Sadəcə bəxtimiz ondadır ki, mən Baxışçılıq Festivalının ilk dəfə buraxılışında iştirak eləmişdim. Aşıq Əli ilə biz iştirak eləmişdik. Onda 72 ölkə yarışırdı. Daha çox idi ölkələr. Və biz orada ikinciliyi qazandıq. İkinci yeri qazandıq. O da böyük bir uğur idi mənim üçün. Və biz orada olduğumuza görə mən artıq meyarlardan xəbərdar idim. Bizim dövrümüzdə yarım saat vermişdilər və ancaq dastan tələb olunurdu. Aslan danışığı. Dastan hansısa bir hissəsini. Orada yenə məcbur idim ki, şərtlər dəyişdi. Dastan, biz də Koroğlu dastanını hazırlamışdıq. Nəysə sözüm oldu. Yəni bu şeyləri bilirdim deyənə. Bu ildə bildik ki, 10 dəqiqə ərzində bu şeylər göstərilməlidir. Bütün bu müsbət tərəflər. Siz artıq mətbəxini... Müəllim olaraq, həm də onu qeyd edək ki, Qəlbinur İbrahimli ibtidai, o aşıq sənətinin o ibtidai ustadı, özü amma böyük ustadımız Aşıq Əhməddən dərsini alıb. Sonra İncəsənət Universitetində bakalavrda Aşıq Əhliman, bizim dəyərli sənətkarımız Aşıq Əhlimanın tələbəsi olub. Magistraturada Samira xanım mənim ustadım olub və bu günə qədər də mən ona bəhrələnmişsiniz. Hal-hazırda da öz məzunumuzdur, öz müəllimimizdir. Nə gözəl. Yəni, öz uğurumuzdur. Həm kafedramızın, həm universitetimizin adına. Və əlbəttə ki, buradan bizim Mədəniyyət və İncəsənət Universitetimizin rektoru Ceyran xanımla dərin təşəkkürlərimi bildirirəm. Bu dərs ərəfələrində, iş ərəfələrində bizə icazə verdi ki, gedək orada iştirak edək. Çox sağ olsun, şərait yaratdı. Və nə gözəl. Nə gözəl Samira xanım. Amma mən istərdim ki, siz münsif kimi məhz iştirakınızdan da biraz məlumat verəsiniz. Böyük məmnuniyyətlə. Biz izləyərkən tamaşaçı kimi izləyirik, amma oradan olan hadisələrdən heç birindən xəbərdar olmuruq. Amma istərdim ki, biraz bax o mətbəxinə doğru gedək və seçimlərdə əsas nəyi diqqətə alırdılar, nələrə diqqət verirdilər? Məhz bu pillələri qazanmaq üçün nələr etmək lazım idi? Deməli, çox aralı oturmuşduq, 6 nəfər münsif var idi. Azərbaycan, Özbəkistan, Qazax, Başkir, Kuveyt və Vengriyadan
və Qazaxıstandan bir nəfər də türk soydan bir nümayəndə nəzarətçi qismində əyləşmişdi. Münsiflərin də sədri Vengriyadan seçilmişdi. Çünki Vengriyadan iştirakçı yox idi deyəndə, neytral bir adam münsiflərin sədri olmalıydı, hakim sədri. Və qiymətləndirilmə də 5 meyar var idi orada. Yəni orada artistizm, hərəkətlər, səhnə mədəniyyəti, geyim, bunlar bir yəni şərt idi. Sonra aktyorluq bir şərti, aktyorluq deyirəm, danışıq, qirayət, yəni dastanı. Çünki onların da danışıqları, dastanları var. Şeir mi deyir, dastan mı danışır, var. Sonra səsdən istifadə qaydaları, ya səs texnikaların müxtəlifliyi. Bunlar var idi. Bir də musiqidən musiqi, onlar deyir muqamdan muqama keçid, biz deyirik aşıq havadan havaya keçid. Yəni bu keçidlər necə olur və 10 dəqiqəyə neçə havanı sığışdırdı. Maksimum potensial gözlənir. Bir də qrupun müşayiətin solistlə bərabər və solistin müşayiətçilərlə bərabər sinxron ifası. Ona da diqqət yetirilirdi. Mütləq. Nəysə, bu proseslər getdi. Sonda müzakirələrdə dedilər ki, Qazaxıstanla Azərbaycanın xalı eynidir. Münsiflərin arasında müzakirələrdə. Əsas məsələ. Əsas məsələ. Bunlardan birinin xalı artırılmalıdır. Mən də əlbəttə ki, nə Qazaxıstan, nə mən söz deyə bilmərik. Öz ölkə, çünki bizim ölkələrdir. Bizə o hüquq verilmir. Sədrdən soruşdu, neytral hakim, Vengriyadan olan. Düşündü, Qazaxıstanı xatırladı, dedilər ki, necə dedi ki, kim idi, hansı, anladım, özü yazdıqları qeydlərinə də baxdı. Dedi, Azərbaycan, okey, Azərbaycan. Bir kəlmə o sədri. Macarıstan təmsilçisi. Bəli, o elə Azərbaycan dedi, digər münsiflərdən də soruşdular ki, fikriniz nədir? Hər kəs bir dənə onlar üçün şübhəli qalmışdı rəqs ki, rəqs bizə elə gəlir ki, müasirlik qatmışdı siz ora. Sadəcə mən orada öz sözümü dedim ki, rəqs bizim aşıq sənətində mütləq var, xoreografik hərəkətlər. Ayrılmaz parçasıdır. Bəli, ayrılmaz parçasıdır. Yəni hamınızda burada alimlər var, burada yəni araşdıra da bilərsiniz. Elə bu sinkretikliyi onlara toxundu və bunlar nəzərə alındı, dedilər, okey, Azərbaycan xalını qaldırırıq. Bəli, məhz danışdıq ətraflı şəkildə. Məncə elə qalibimizi dinləməyin də əsl zamanıdır. Əgər hazırsınızsa. Böyük məmnuniyyətlə Şirvan gözəlləməsi elə yaxşı bir ab-havada tamaşa Nə gözəl. Məmnuniyyətlə dinləyirik.
Oynağımız göy meşəli, oynağımız göy meşəli. Gözəlim başına dönür mələklər, sevgi dünyasından sultansan nə sən? Ətrim məst edibdir aşıqlərini, ətrim məst edibdir aşıqlərini. Bir dəstə qızıl gül, reyhan sanləsən, ay dadımı dağ, ay aman. Yaylağımız bənövşəli, yaylağımız göy meşəli. Yaylağımız bənövşəli, yaylağımız göy meşəli. Pənah istərəm işəli, pənah istərəm işəli. Sənə mehman ola dilbər, sənə mehman ola dilbər. Pənah istər həmişəli, pənah istər həmişəli. Sənə mehman ola dilbər, sənə mehman ola dilbər. Sənə mehman ola dilbər, ah ay aman. Möhtəşəm. Məncə 10 Açıq dəqiqə qəlbinə. kifayət etməzdi burada. İndi başa düşürəm həqiqətən ki, 10 dəqiqənin nə qədər əslində az bir müddət olduğu Əslində bu ifalar üçün. hə, razıyam və bir məqam var ki, aşıq sənəti elə bir ulu sənətdir ki, elə bir tarixi köklərimizi özündə birləşdirən sənətdir ki, Bəli. burada həm tariximiz, Milliyyətimiz. həm milli mənəvi Bəli. dəyərlərimiz, Coğrafiyamız, həm coğrafiyamız, hər şey dastanlarda. mətbəximiz də, Bəli. hətta məişətimiz də əks olunur. Ailə Dastanlar tərbiyəsi, deyir sizə. bəli, bəli. Bu dastanlara əslində müəyyən məqamda qısa da olsa bir nəzər yetirəndə o keçmiş aşıqların o həyat tərzi, məişəti, o Əks əyalətin, olunur. vilayətin nələrlə məşğul olmağı belə əks olunur. Əks olunur. Bu öz-özlüyündə 10 dəqiqə ərzində ümumilikdə bunu təqdim eləmək heç də asan iş deyil. Bəli. Çox çətindir əslində. Çünki 10 dəqiqəyə sığacaq bir məsələ. Oraya deyil. əlavə et rəqsləri, oraya əlavə et Hərəsindən kompozisiyanı. qısa-qısa, Qısa-qısa. parça-parça Bəli. bunu sintez eləmək də böyük məharət tələb edir Ustalıq, həqiqətən də. Birinciliyi ona görə hər ikisində 2 xal var idi ki, eyni xallar var idi ki, Qazaxıstandan. Onlar 9 musiqidən musiqiyə keçmişdilər. Biz 4 musiqidən. Üstünlüyümüz nə idi? Onlarda lad fərqliliyi yox idi. Muğam, biz ladı deyək də. Ladları az, 1 ya 2 lad dəyişilmişdi. Bizdə 3-4 laddı dəyişdik orada. Və arada hətta bir bənd muğam da oxudu. Hər şey dəydi də. Hətta rəqs elə. Hətta rəqs elə, sonda da rəqslə. Vallahi mən bir şey qeyd edeyim ki, Samira xanım çox sağ olsun qeyd elədi. Mən üzr istəyirəm o yanda, yəni müəllimliyimi qeyd eləməyim. Ancaq nə qədər belə deyim, müəllim kimi fəaliyyətimiz olsa da, anam o beynəlxalq festivalda iştirak edəndə görür ki, orada reqlam tamam başqadır. Təcrübə lazım. Bəli, təcrübə lazımdır. O da Samira xanım, valla sizə mən çox təşəkkür edirəm. Bu tək bizim ümumiyyətlə aşıq sənətinin uğurudur. Əlbəttə. Bəli. Aşıq sənətinin belə deyim, Mədəniyyətimizin bəli, mədəniyyətimizin, uğurudur o ümumilikdə. insan necə qürur hissi keçirdir Azərbaycanımızın adına və mən yenə də təşəkkürümü bildirirəm dövlətimizə ki, aşıq sənətimizin əsrlərdən bu günə gəlib çıxan ozan sənətimizin keşiyində bu qaydada dayanırlar və biz gənclərə də bu dəstək olur. Biz orada Azərbaycanımızı təmsil edə bilirik. Sizə də təşəkkür edirəm. Biz Çox sağ olun. təşəkkür edirik. Əslində bir məqamı xüsusi vurğulayım ki, nə qədər doğmalıq olsa da Türk dövlətləri Bəli. arasında. Amma etiraf eləyək ki, bir balaca kənara gedəndə adam öz millətini axtarır. Axtarır, əlbəttə. Sanki Fərqli görən hiss kimi, edirsən, bəli. bəlkə də heç realda o adamı görsən o qədər münasibət saxlamayacaqsan. Kənarda sanki, amma bir halda ki,
burada doğmalıq, Samirə xanımla bir doğmalıq var. Orada da düşünürəm ki, bunun özü də bir psixoloji dəstək verir, nə qədər olmasa. Qarşısında çıxış eləmək özü də çətindir. Yəni deyim ki, Amma orada stimul alacaqsınız. Bilirsiniz, səhnə arxası bizə icazə yox idi da yaxınlaşaq iştirakçılara. Deməli, yarışma başlayacaq. Bizi də aldılar səhnə arxasına və səhnə arxasında iştirakçılar da tərs kimi də Qəlbinur də sağ olmuşlar. Dünyanın başında gelib dayanıblar. Yaxın da deyirlər ki, bir işarə, bir falan da ötürüb. O da mümkün oldu. O da mümkün oldu. Yarandı. Sadəcə şans verdi ki, bizim orada özbək baxışçılarımız var idi ki, onlarla tanışdığımız var idi. Çünki bildiyiniz kimi Şuşada Türksoy mədəniyyət paytaxtı olduğu üçün tədbir olmuşdu və orada bir neçə onların sənətkarları ilə ünsiyyətimiz yaranmışdı. Onlar məni gördülər. Ustad, xoş gəlmişsiniz, görüşək, şəkil çəkdirək. Bunlar başladı və belə davam elədi. Çatdım bizimkilərə. Çatan kimi elə hamıya uğurlar, ona uğurlar. Bizə çatanda bir kəmə dedim ki, Qəlbinur, nədir? Odur. Üzün gülsün, ürəklə oxu. Nə olacaq? Vəssalam. Heç işinə düşünmə. Heç işinə. Elə Qəlbinur da bu qızarmaq adəti. Yaxşı ki, Allah məni oraya yetirdi. Siz hər an, hər məqam böyük təsir göstərir. Siz demişkən, xüsusilə qərib ölkə, xüsusilə yarışma ruhunda. Və səhnə arxası mən çox istəyirdim. O anda mən onları görüm və bir ürək-dirək verim. Çünki rəqiblər oradadır. Hər kəs də məşq eləyir. Birinin səsini özündən yüksək görə bilərsən, birinin ifasını özündən yüksək. Psixoloji çox pis təsir eləyir adam. Özünü düşkün olur. Siz bu yarışmadan da keçmişsiniz artıq. Mən də keçmişəm, bəli. Bütün o şeyləri görə-görə gəlmişəm. Ona görə hər an, hansı anda Qəlbinur gələ belə dəstəyi lazım idi, onları bilirdim və bacaran qədər də ötürdüm. Və Qəlbinur mənim də sağ olsun ki, bilirsiniz, hər adam da deyiləni eşitmir. Adam var ki, ona yol göstərirsən, onu başa salırsan, son anda çıxır öz bildiyini eləyir. Yəni, o özü də böyük bir şərtdir. Bəlkə də o həyəcanlandır. Həyəcandan bilim-bilim. Həyəcandan olandan öz bildiyini eləməyi müəllim çox yaxşı seçir. Müəllimliyin Biz istərik ki, əlbəttə ki, bu uğurlarınızın davamı gəlsin. Bizə çox xoşdur sizi qonaq qismində məhz bu mövzularla görmək. Hər ikinizi, hər bir qrupun üzvlərini də əlbəttə ki, buradan təbrik edirik efir vasitəsilə. Və uğurlarınız bizi çox sevindirir, tamaşaçılarımızı da sevindirir və düşünürəm ki, arzu da gələcək. İnşallah. Çox gözəl başlanğıc qoyulub, qalibiyyət var. Mənim, necə deyərlər, boynumun borcudur ki, hətta mənə dedilər ki, hər sənətkar istəməz ki, onun qazanmadığı uğuru şərait yaratsın ki, kimsə qazansın da. Sən nəcə o ürək yiyəsi olmuşsan da o ki, dedim, bilirsiniz, mən artıq kafedra müdürüyəm, mən artıq müəlliməm, mən artıq, mənim borcumdur ki, məndən üstün eləmək, yeni nəsli, gənc nəsli məndən üstün yetişdirmək, onları və yaxud hazır digər ustadların tələbələri olsun, fərqi yoxdur. Hər bir gəncə dəstək olmaq mənim borcumdur. Əsl pedaqoq münasibət. Bəli, təşəkkür edirəm. Bir daha üzr istəyirəm, təşəkkürlərimi mütləq çatdırım. Həm nə yaxşı ki, bizim dövlətlər arası münasibətlərimiz mükəmməl şəkildə. Bunun özü də şansdır ki, biz gedib haradasa öz tariximizi, öz milli dəyərlərimizi layiqincə təqdim eləmək imkanımız yaranır. Və təşəkkür edirəm Mədəniyyət Nazirliyimizə, təşəkkür edirəm bizim Mədəniyyət və İncəsənət Universitetinin rektoruna, bütün kafedramızda fəaliyyət göstərən müəllimlərimizə, çünki onlar da çox həyəcanlı idilər, onlar necə sevindilər bilirəm. Dünən rektor şəxsən bizi təbrik elədi və bizə dua eləyən, bizə dəstək olan hər kəsə təşəkkür edirəm və bu aşıq sənətini bugünə qədər yaşadan ustadlarımıza Allah rəhmət eləsin, yaşadanlara Allah can sağlığı versin, yaşasın Azərbaycan mədəniyyəti, yaşasın aşıq sənət. Təşəkkür edirik. Buyurun o zaman elə bu sənətin yolunda gözəl bir ifamız gəlsin.